Əbu Dəhdə, fürsətlər ovçusu. Allahın Resulü sallallahu aleyhi ve sellem bir gün sahabelerin arasında oturmuştu. Bu zaman yetim bir genç gelip ona şikayet etti. Ey Allahın elçisi, bağımın etrafından hasar çekirdim. Qonşumun bir xurma ağacı hasarın düz çəkilməsinə mane olurdu. Ona xahiş etdim ki, hasarın düz çəkilməsi üçün ağacı mənə versin, razı olmadı. Satmasını istədim, yenə də razı olmadı. Peyğəmbər sallallahu aleyhi ve sellem həmin qonşunu yanına çağırdı. Qonşu gəldi və Resulullah sallallahu aleyhi ve sellem yetim gəncin şikayətini ona danışdı. Həmin adam da bunun doğruluğunu təsdiqlədi. Peyğəmbər sallallahu aleyhi ve sellem ondan xahiş etdi ki, xurma ağacını bu gəncə versin və ya satsın. Lakin o razı olmadı. Bunun üzərinə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Onu sat, əvəzində sənə cənnətdə elə bir xurma ağacı veriləcək ki, bir atlı onun kölgəsində 100 il yol getsə belə sonuna çata bilməz. Sahabələr bu böyük mükafata, qazanclı ticarətə heyran qalmışdılar. Amma həmin adam yenə də razı olmadı. Təbii ki, gəncin onu Resulullah'a sallallahu aleyhi ve sellem şikayet etməsini həzm edə bilmədiyinə görə imtina etmişdi. Onların arasında Əbu Dəhdə, Allah ondan razı olsun adlı bir sahabə vardı. Bu cür fürsətləri axtaran və dərhal ovlayan bir ovçu kimi idi. O dedi, ey Allahın elçisi, əgər mən o ağacı alıb bu yetimə versəm, mənə əvəzində cənnətdən xurma ağacı veriləcək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu, bəli. Əbu Dəhdə həmin adama belə dedi. Mənim bağımı tanıyırsanmı? Adam dedi, bəli. Mədinədə kim Əbu Dəhdənin bağını tanımır ki? 600 xurma ağacı, möhtəşəm malikanəsi, şirin su quyusu və hündür hasarı olan məşhur bağ. Mədinənin tacirləri onun xurmalarının keyfiyyətinə görə həmin bağa həsəd aparırdılar. Əbu Dəhdə dedi, xurma ağacını mənə sat, əvəzində bütün bağımı sənə verirəm. Adam Peyğəmbərə baxdı və eşitdiklərinə inanmırdı. Bir xurma ağacına görə 600 xurma ağacı olan bütöv bir bağ, bu bütün meyallara görə son dərəcə uğurlu bir sövdələşmə idi. Adam təklifi qəbul etdi, Peyğəmbər sallallahu aleyhi ve sellem və sahabələr şahid oldular və alış-veriş tamamlandı. Sonra Əbu Dəhdə sevinç içində Peyğəmbərə sallallahu aleyhi ve sellem üst tutub soruşdu. Ey Allahın elçisi, indi mənim cənnətdə bir xurma ağacım varmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Xeyr. Əbu Dəhdə Resulullahın cavabına təəccübləndi. Lakin sevimli Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sözünə bu cür davam etdi. Allah bir xurma ağacına qarşılıq cənnətdə bir xurma ağacı vermişdi. Sən Allahın sənə təklif etdiyi mükafat qarşılığında daha böyük bir fədakarlıq göstərib bütün bağını verdin. Çox səxavətli olan Allah da sənin bu fədakarlığın müqabilində sənə tək bir ağac deyil, cənnətdə sayısız hesabsız xurma bağları verdi. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Cənnətdə Əbu Dəhdə üçün nə qədər çox meyvə ilə dolu salxımlı xurma ağacları vardı. Və bu sözləri bir neçə dəfə təkrar etdi. Sahabələr elə heyran qaldılar ki, hər biri kaş Əbu Dəhdə olaydım deyə arzuladı. Onlar axirət müqabilində dünyanı satan və and olsun Kəbənin Rəbbinə ki, bu alış-verişdə qazanan tərəf oldular.